Bugün bildirdiyim kimi yeni dərsə baxacağıq. Dərsimizin də adı riyazi məntiqdir. Deməli maraqlı dərsdir. Çətin dərs deyil. Diqqətlə dinləyin. Diqqətlə dinləsəz, əsas bəzi orada verilənlər var. Onları nəzərdə tutsaz, həqiqətən həm asan, həm də maraqlı mövzudur. Keçək indi dərs izahına. Mhm. Yenə. Niyə çıxdı? Aha. A, demək, riyazi məntiq deyəndə ümumiyyətlə nəyi başa düşürük? Biz bilirik ki, kompüterdə, yəni kompüterlər hansı prinsiplə işləyir? Doğru, yalan prinsipi ilə işləyir. Doğru, yalan da biz nə deyirdik? Doğruya bir deyirdik, yalana isə sıfır deyirdik. Riyazi məntiq də tam olaraq sıfır və birlərin üzərində biz keçəcəyik, sıfır və birlərin üzərində qurulubdur. Deməli, deməli məntiqi ifadələr var riyazi məntiqdə. Məntiqi ifadələrdən birincisi bizdə olacaq məntiqi inkar. Məntiqi inkara da informatikada deyirlər inversiya. İnversiya. Məsələn, necə işarələnir? İfadədir, ya bu formada işarələnir, ya bu formada işarələnir, ya da bu formada. Yəni bunların hər biri inkarın olduğunu bildirir. Deməli, inversiya nəyi bildirir? Hər hansısa bir ifadənin əksini göstərir. Məsələn, bizdə ifadəmiz A bərabərdir 1-dirsə, bizim inkar A-mız olacaq avtomatik nə? 0. Və yaxud da A bizdə 0-dırsa, inkar A olacaq nə? 1. İnversiya tam olaraq budur. Yəni doğru ifadəni yalan eləyir, yalan ifadəni də doğru eləyir. Məntiqi əməllərdə əsas qurulur cədvəllər üzərində. Və indi biz bu inversiyanın cədvəlini qursaq necə qurarıq? Dedik ki, neçə dənə var? Biri A-dır, bir A ola bilər, bir də A inkar ola bilər də. Düz deyil, belə bu formada. Bir dənə cədvəli qurdum. Mənim A 1 ola bilər, bir də mənim A 0 ola bilər. Düzdür? A 1 olanda A inkar nə olur? 0. A məndə 0 olanda A inkar nə olur? 1. Bax, mən burada inversiyanın cədvəlini qurmuş oldum. İkinci bizdə deməli əməliyyatımız olacaq konjuksiya. Konjuksiyanı siz və əməliyyatı ilə əlaqələndirə bilərsiniz. Eyni məntiqlə işləyir konjuksiya. Eyni ənd əməliyyatıdır. Ənd, yəni və. Aha. Deməli, burada necə işarələnir? Demək, təkcə bizdə inversiyanı, yəni tək bir dənə dəyişən olsa, yəni kifayət eləyir. Amma konjuksiyada biz və ilə işləyiriksə, məsələn, və deyirəm də, düz deyil, ən azı iki dənə dəyişən olmalıdır. Yəni A, B, minimum deyirəm. A, B, C, D, E, F, B çoxlu sayda ola bilər. Məsələn, konjuksiyanın işarəsi necədir? A və B. Bu oldu. A konjuksiya B. İşarəsi budur. Və yaxud da riyaziyyatda olan adi vurma işarəsi də bizdə konjuksiyanı təmsil eləyir. Mənası dedim, vəni bildirir. Baxın, konjuksiyada, bax, biz inkarda 0 və 1-i nə vaxt aldıq? İnkarda. Ondan əvvəlki 1 olsa 0 alır. 0 olanda əvvəlki ifadə 1 olmalıdır. 1 alması üçün 0 olmalıdır. Konjuksiyada isə belədir. Əgər siz bir nəticəni almaq istəyirsinizsə, nəticə olaraq 1-i almaq istəyirsinizsə, sizin bütün dəyişənləriniz doğru olmalıdır. Xatırlayırsınızsa, indiyənə kimi keçdiyimiz ənd əməliyyatlarının hər birində biz bu formada işləyirdik. Ənddə bütün ifadələr mütləq formada doğru və yaxud da bir olmalıdır. İndi mən bunun cədvəlini qurmuş olsam, yenə hansı dəyişənlərim var? A dəyişənim var, B dəyişənim var,
A və B dəyişənlərini nə etməliyəm? Konjuksiya eləyirəm. A, B. Konjuksiya elədim. Mən burada verilənlərimi qeyd elədim. Deməli, bizim A-mızın vəziyyətləri hansı ola bilər? A1, B0, A-nın 0, B-nin 1, A-nın 1, B-nin 1, A-nın 0, B-nin 0. Bax, bu yerdə tutdunuzmu nə demək istəyirəm? 1, 0, 1, 0, 0, 1, 1. Okey, yazdıq bunu. İndi biz dedik ki, konjuksiyamızın doğru olması üçün bizim bütün ifadələrimiz bir olmalıdır. Yəni 1 konjuksiya 0 bizə 0 verəcək. 0 konjuksiya 1 bizə 0 verəcək. Amma 1 konjuksiyası bizə 1 qaytaracaq. Niyə? Çünki hər ikisi doğrudur. Amma 0 0 isə təbii ki 0 verəcək. Beləliklə gördük ki, konjuksiya yalnız bütün dəyişənlər bir olanda doğru qiymət alır. Üçüncü ifadə isə təbii ki, olar nə? Və ya, or. Buna da biz məntiq əməllərində disjunksiya deyirik. Disjunksiya. Bu da or əməliyyatı ilə eyni işi görür. Eyni işi görür. Başqa heç bir şey yoxdur. Təbii ki, və ya olması üçün, yəni bu olmasa bu olsun. Bu və ya bu. Təbii ki, burada da minimum 2 dənə dəyişən lazımdır. Yəni A və B. Və bunun işarəsi bizdə konjuksiyada üçküncdür, ağız bağlanmamış. Disjunksiyada isə tərsinə üçküncdür. A, B. Riyaziyyat formasında göstərsək, disjunksiyanı A üstəgəl B göstərərik. Aha, bu da oldu disjunksiya. Bax, disjunksiyada eyni əvvəlki mövzular keçəndə Pythonda xatırlayırsınızsa biz keçmişdik or əməliyyatını. Minimum bir dənə doğrunun olması cavabın doğru olmasına gətirir, çıxarır. İndi mən bu halda disjunksiyanın cədvəlini qurmuş olsam, necə quraram? Deməli, verilənlərim nədir? A-dır, B-dir. A ilə B-ni nə etməliyəm? Disjunksiya eləməliyəm. A, disjunksiya B. Bu A üstəgəl B də olar. Sizə necə rahat da yaza bilərsiniz. İndi verilənləri yazıram. 1, 0, 1, 0, 0. Baba burada necə qurmuşdum bu formada da yazıram. 0, 1, 1. Bu da 0. Yazdım. İndi bunun nəticəsi bizdə nə olar? Dedik ki, minimum hər iki ifadədən bir dənəsində yalnız bir dənə birin olması bəsdir ki, cavabın 1 olsun. Yəni 1, 0 bizə verəcək 1, 0, 1 bizə verəcək 1, 1, 1 verəcək bizə 1, 0, 0 bizə verəcək nə? 0. Çünki burada heç bir halda 1 yoxdur, ona görə cavabım oldu 0. Bizdə dördüncü məntiqi 5 dənə var ümumilikdə. İndi dördüncünü deyirəm. Dördüncü isə adlanır implikasiya. İmplikasiya. İmplikasiyanın da mənası o deməkdir ki, əgər onda. İndi deyəcəm necə olur. Məsələn, deyirəm, əgər A-dırsa, onda B olsun mənasında gedir. Tutalım, implikasiyanın da işarəsini göstərim. İmplikasiyada minimum 2 dənə dəyişən olmalıdır. A, implikasiya B. Və yaxud bu formada da görsəz eyni mənanı verir. Yəni sağa ox. A implikasiya B. Hər ikisinin mənası eynidir. Baxın, implikasiya ifadənin bir tərəfinin 1, B tərəfinin 0 olması yalnız bizə 0 verir. Qalan bütün hallarda implikasiya bizə bir qiymətini qaytarır. Əgər mən bunun cədvəlini qursam, belə yazaram. Deməli, dəyişənlərim A-dır, B-dir. A ilə B-ni implikasiya eləyirəm. Aha, deməli, nə yazmalıyam bura? A-nın 1, B-nin 0, A-nın 0, B-nin 1, A-nın 1, B-nin 1, axırda 0, 0. Yazdıq bunları. İndi biz dedik ki, implikasiyanı yadda saxlamaq rahatdır. Əslində bunu yağış yağır, yağış yağmır deyə izah eləyirlər. Amma elə sizi çaşdırmaq istəmirəm. Sadəcə bilin ki, implikasiya yalnız və yalnız
Bir sıfır halında sıfır verir. Yani bir sıfır. İfadenin bir tərəfi bir, digər tərəfi sıfır olsa. Qalan bütün hallarda implikasiya sizə həmişə bir qiymətini qaytaracaq. Yalnız sıfırı qaytarır 100. İmplikasiyanı belə yadda saxlayın 100. Qalan bütün hallar olur bir. Beşinci məntiq əməliyyatımız da olacaq. Ekvivalensiya. Ekvivalensiya. Aha. Ekvivalensiyada da işarə bu formadadır. A ekvivalensiya B və yaxud da belə. Yəni, hər ikisini görsəz eyni mənadır. Ekvivalensiya deyir ki, ekvivalensiya. Yəni deyir sənin bu ekvivalensiya bərabərliyi xoşlayır. Yəni deyir, bütün halların 1-dirsə, mən sənə 1 qaytararam. Bütün halların 0-dırsa, mən sənə yenə 1 qaytararam. Əsas odur ki, hər şeyin eyni olsun bu deyir. Belə olan halda biz ekvivalensiyanın cədvəlini qursaq, A, B, A, ekvivalensiya B. Yazdım. Deməli, 1, 0, 0, 1, 1, 1, 0, 0. Aha. Baxın. Ekvivalensiya nə demişdi? Dedi, deyir, istəmirəm. Hərəsini bir dənə qoyma. Hamısını eyni olsa, mən sənə bir qaytararam. Bu 1, 0 olduğuna görə bizə 0 qaytaracaq. Biri 0, biri 1 olduğuna görə yenə 0 qaytaracaq. Bax, bu 1, 1-dir. Bax, ikisi də 1 olduğuna görə 1 qaytaracaq. İkisi də 0 olduğuna görə yenə 1 qaytaracaq. Bu da oldu ekvivalensiya. Aydındır, çətin bir şey yoxdur bu hissələrdə. İstəyərdim ki, bunları elə yazılı formada qeyd götürəsiniz. Sualları indi işləyəcəyik, sonra baxasınız bu cədvəllərə uyğun olaraq. Aha, ekranı silirəm. Ekranı silirəm. Bax, indi gəlin bir dənə sual üstündə işləyək. Məsələn, yazıram A, B, implikasiya C, konjunksiya B, A, B. Demək, bu ifadənin biz qiymətini tapsaq, cavab nə olar? Bax, bu suallarda necə işləyirik? Və görsəz ki, birdən çoxlu əməliyyat var, düzdürmü? Həm var burada nə? Həm var burada disjunksiya, implikasiya, konjunksiya, inkar, yəni inversiya var. Belə olan halda bizdə mütləq və mütləq ardıcıllığı qorumalıyıq. Necə ki, riyaziyyatda və yaxud da Python-dan gedək. Python-da riyaziyyatda necə edirdik? Ən birinci qüvvəti hesablayırdıq. Qüvvət var. Yəni mötərizə, sonra qüvvət, sonra vurma, bölmə, hansı birinci gəlsə onu, ən axırıncı toplama çıxmanı. Burada isə belədir. Burada isə bu formadadır. Ən birinci yerinə yetiririk inkarı, inversiyanı, inversiya. İkinci baxmalıyıq, yerinə yetirməliyik konjunksiyanı, yəni əndi. Üçüncü baxırıq ora, disjunksiyaya. Dördüncü varsa implikasiya. Beşinci isə ekvivalensiya. Bu oldu mənim ardıcıllığım. İndi mən bunu qoruyaraq geçsəm, təbii ki, ən birinci nəyi eləməliyim? İnkar əməliyyatını. Bir dəqiqə. Hə, harda qalmışdıq? İndi biz bunu etsək. Təbii ki, baxmalıyıq inkara. Bu o deməkdir ki, ümumiyyətlə bizdə A, özdə mən bunu sizə qiymətlərini verməmişəm. Tutalım ki, bizdə A olsun 1,
B'miz isə olsun 0. İndi mən bunu yerinə yetirsəm, A1, B0. Bir konjunksiya, yəni bir and bir. Bir and sıfır bizə nə verirdi? Sıfır verirdi. Qarşısında inkar olduğuna görə o sıfırı eləyir bir. Yəni bu hissədən mən alıram bir qiymətini. Birinci inkarı yerinə yetirdim. Sonra keçirəm ki, and varsa endi yerinə yetirirəm. Baxıram ki, and var. Harda var? Burada var. C-yə də verək. C-yə də verək bir dənə 1. Aha. C1, B0. 1, 0 bizə nə verir? Bizə verir 0 qiymətini. Bunu da elədim. Üçüncü yerinə yetirməliyəm. Oru. 0, 1. Bura, baba, bura 0 ilə 1-i biz düzünksiya eləsək, bu bizə qaytarar 1-i. İndi bu düzünksiyanı yerinə yetirək. Fərqi 2 dənə düzünksiya varsa fərqi yoxdur. İstəyirsiniz bunu eləyin, birinci istəyirsiniz bunu eləyin. İndi A, B. A-mızın qiyməti 1-dir. B-mizin qiyməti 0-dır. 1, 0 bizə qaytaracaq 1-i. 1 implikasiya 1 də bizə təbii ki, nə qaytarar? 1 implikasiya 1 bizə qaytarar 1 qiymətini. Biz implikasiyanı dedik, hansı halda 0 qaytarır? 100 olanda. 1, 0, 1, 0 olanda bizə 0 qaytarır. Qalan bütün hallarda 1 qaytarır. Aydındır mı bu tərəfi? Hə? İstəyirsinizsə, bir dənəsində özünüz eləyin, yazın. Yoxsa aydındır. Fikirlərinizi bildirin. Yaza bilərsiniz. Tamam. Aydın olmasa deyin, mütləq formada deyin. Yenə nümunə mən sizə göstərim. Əsas oda ardıcıllığı bilin ki, necə olur? Birinci inkar, sonra and, or, implikasiya, ekvivalensiya. Ardıcıllıq bu qaydadadır. İndi baxın, bu məntiqi əməllərdə bunları bildik, okey. Elə demək olar əsasını təşkil edir bu ifadələr. Biz dedik ki, ən birinci dərsdə danışanda neynədik? Cədvəllərin qurduq. İndi isə biz məsələn, iki dənə ifadənin də A ilə B yazdıq. Dərsin əvvəlində iki dənə ifadə. Ona uyğun cədvəl qurduq. İndi isə tutalım ki, bizdə 3 dənə, 4 dənə fərqli dəyişən var. Məsələn, var A, B, C və D. Baxın, ümumiyyətlə məntiqi əməllər dərsi çox vacib dərsdir. Qəbulda minimum 1, maksimum 2 dənə sual düşəcək. Yəni bunu sizə qaranti verirəm. Ona görə cədvəlin qurulmasıdır, Euler-Venn diaqramının bilinməsidir, ifadələrin sadələşdirilməsidir, hansı ki, indi mən onları sizə deyəcəm. Bunları mükəmməl formada öyrənmək şərtdir. Aha, deməli, indi də öyrənirik cədvəli qurmağı. Necə qururuq? Hansı məntiqlə qururuq? Var bizdə dedik 4 dənə ifadə. Bax, doğruluq da doğruluq cədvəli adlanır da. Bu indi quracağım cədvəl. Məntiqi nədir? Yarıya bölmə. İndi biləcəksiniz nə demək istəyirəm. Bax, bu məsələn üçün necə bir cədvəl quraq? A, B, C, D. Gəlin. Birinci iki dənəsini göstərim sizə. Sonra keçək ABCD-yə. Yaxşı, gəlin bunu deyim, sonra keçərik. Baxın, dedik ki, yarıya bölmədən istifadə olunur. Düzdür? Bax, burada neçə dənə fərqli dəyişən görürsüz? 4 dənə fərqli dəyişən görürsüz. Demək, 4 dənə fərqli dəyişən varsa, 2 üstündə 4 sayda bizdə sətr olacaq. Yəni 2 üstü n sayda, 4 sayda. Ümumilikdə bizdə 16 sətirdən ibarət bir cədvəl qurmalıyıq. Bu 16 sətirlik qurduq tutalım ki, düzdür? İndi baba tutaq ki, qurduq da. İndi hamısını bir-bir yazmıram. Baba belə bu formada 16. Burada olsun bizim A-mız. Bir dənə mən sizə əsas nəyə lazımdır göstərim. A, B, C, D. Aha. Bax 16 sətirdən qurduq da tutaq ki, baba çoxlu 16 sayda var.
Sətir deyirəm, amma sütun demirəm. Sütun zaten 4 dənə sütundur. A, B, C-dir. Bax burada dedim ki, yarıya bölmədən istifadə edirik. 16 dənədirsə, 16-nın yarısı neçə verir sizə? 8 verir. Deməli biz A sütununda 8 dənə 1, 8 dənə 1, 8 dənə 0 yazmalıyıq. Tutaq ki, yazdıq 8 dənə 0 yazmalıyıq. 8 8 elədik, düzdür? İndi B sütununda da 8-in yarısı qədər bir 0 yazmalısınız. Yəni 4 dənə 1, 4 dənə 0. C sütununda da 4-ün yarısı qədər yazacaqsınız. 2 dənə 1, 2 0, 2 dənə 1, 2 0. 4-ün yarısı nə eləyir? 2. Deməli D sütununa da düşəcək. 4'ü C'ye elədik bunu. C'də neçə idi? 2 dənə. Yarıya bölmədə 2 1 2 0-dırsa, deməli D'də də olacaq 1 bir dənə 1, bir dənə 0, bir dənə 1, bir dənə 0. Bax, cədvəlin qurulma məntiqi budur. İndi gəlin bu dediklərimizi bir dənə sual üzərində tətbiq eləyək. Birincisi sadəsini eləyərəm, sonra da biraz çətininə baxaq. Bax, belə bir ifadəm var. A implikasiya implikasiya A konjunksiya B deyirəm. Bu ifadənin gəlin doğruluq cədvəlini quraq. Neçə dənə dəyişən var fərqli? A, B. 2 dənə fərqli dəyişən var. Deməli, bizdə 4 sətirlik bir cədvəl olmalıdır. Başlayaq qurmağa. 4 dənə sətir. Birinci verilən, yazdı, yaxşı, deməli, yazdım. 4 dənə sətr olmalıdır. Və verilənlərim nələrdir ki, verilənlərimi qeyd edək. Baba, ən birinci siz cədvəl quranda hansı dəyişənlər var? Sadəcə adlarını yazırsınız. A dəyişəniniz var, bir də B dəyişəniniz var. Bunları yazdınız. A-nı da yazdınız, B-ni də yazdınız. Daha sonra biz dedik ki, ən birinci hansı əməliyyat yerinə yetirilməlidir? İnkar yoxdur. İnkar yoxdur. Burada var bir dənə and, bir dənə implikasiya. Təbii ki, and əməliyyatı yerinə yetirilməlidir. Yəni A, and B. Daha sonra nə edəcəm? Bununla bunu implikasiya eləməliyəm. Düzdürmü? Yəni A implikasiya, A and B. Bu da oldu mənim cədvəlimdəki, yuxarıdakı sütun adlarında qeyd etməli olduqlarım. Aha. Demək gəldik əsas hissəsinə. Neçə dənə 1, neçə dənə 0 eləyəcəyik? 4 sayda var, düzdürmü? Deməli mənim 4 sətirlik bir cədvəlim olacaq. 4-ün yarısı eləyəcək 2. Yəni mən A-ya 2 dənə 1, 2 dənə 0 yazmalıyam. B-yə də birinci yazdığım xanaya olan birlərin yarısı qədər. Yəni 1, 0, 1, 0 bu qaydada yazaram. Bu qaydada yazaram. Cədvəlimizi biraz səliqəli hala gətirək. Aha. Baxın. İndi A konjunksiya B, yəni A and B bizə nə qaytaracaq? Bizə qaytaracaq. Yəni 1 1 qaytaracaq 1. Mən bilirəm ki, bu and işarəsidir. Yəni burada bütün sırayla hamısı 1 olmalıdır. Görürəm ki, hamısı 1 olan yalnız buradır. Qalanlar isə bizə avtomatik 0 qaytaracaq. İndi isə, indi isə biz bu ayla bak bu aldığımız baba bunun cevabı hardadır? Bunun cevabı buradadır. Siz bu ayla bunu implikasiya eləməlisiniz. Ayla bunu, yəni çox adam götürür, tərsinə yazır. Deyir birinci, hə, bununla bunu implikasiya eləm olmaz. İndi biz A ilə A-nın qiyməti neçədir? 1. 1 ilə bu 1 ilə 1-in implikasiyası bizə nə qaytarır? 1, 1. İmplikasiyası qaytarır 1. 1, 0. Qaytarar 0, 0, 0, 1, 0, 0, 1. Aydın oldu. Necə biz qoruduq? Necə cavab aldıq? Deməli, bizdən soruşsa ki, bu ifadənin, belə bir ifadə verir. Deyir, neçə dənə yalan qiyməti var? Deyərsiniz ki, bir dənə yalan qiyməti var, üç dənə doğru qiyməti var.
Aydın oldu. Gəlin biraz da gəlizini quraq. Sonuncu sətri. Hə, sonuncu sətirdə qalmışdı bura. Aynen buranı implikasiya eləyirəm. 0, 0 mənə qaytarar 1 qiymətini. Çünki bilirəm ki, implikasiya yalnız bir tərəf 1, digər tərəf 0 olanda 0 qaytarır. Qalan bütün halları 1 qaytarır. Bax, hə, bir də deyirəm nəyi eləmək olmaz. Biz neynədik? Baba, bax siz götürüb bu 1 ilə, bu düzdür, ikisi də 1-dir. Eyni cavab verir. 0 1 0 bu qayda ilə getməli deyilsiniz. Yəni sizə ifadə necə hansı ardıcıllıqla verirsə, siz də mütləq o ardıcıllıqla yerinə yetirməlisiniz. İndi bu tipli suallar çıxacaq qabağımıza. Göstərərəm nə demək istəyirəm. A konjunksiya B yazdıq. Bunu or yazmışdım da deyəsən bayaq xatırlamıram. Olsun fərqi yoxdur əslində. İnkar eləyirəm. B implikasiya C. Aha. İndi bax bu ifadənin neçə dənə doğru, neçə dənə yalan qiyməti var? Yazın mənə deyin. Diğerlerine yoksa ne bileyim. Gözləyirəm yazın, hə. Digərlərdə. Nərmin xanım yazırsınız? Aha, gözləyirəm, yazın. Aha, baxarıq indi.
Bir saniye. Baxaq cavabına. Siz də qurana kimi mən yavaş-yavaş qururam. Aha. Deməli, bizdə ümumilikdə neçə dənə fərqli dəyişən var? A, B və C. Deməli, tam 8 sətirdən ibarət bir cədvəl qurmalıyam. 3 dənə fərqli dəyişən var. 2 üstü 3, 8. İndi qursaq, gəlin cədvəlimizi biraz gözəl eləyək. Bu oldu mənim cədvəlim. Bir də içini dolduraq. İçini dolduraq. 8 dənə sətr olmalıdır. Hı. Bax, qurdum. İndi verilənlərimi yerləşdirəcəm. Bura cümlə qurma qabiliyyətimi itirdim. Aha, deməli nə yazmalıyam? Nə belə eləyir axı? A-nı nə dəyişən verilirdi? Yazdım. A-nı yazdım. B-ni, C-ni sadə dəyişənlərimi yazdım. Hansı birinci yerinə yetirilməlidir? Təbii ki, təbii ki nə? Hı? Hansını yaza bilərəm? Dedik inkar var. Düzdür. İnkar varsa biz ən birinci inkarı qeyd eləməliyik. Yəni yazaram B implikasiya C. Sonra da bunun inkarı. Yəni bunu birbaşa da yaza bilərsiniz. Mən çaşdırmamaq üçün B implikasiya C yazdım. Sonra da o B implikasiya C-ni inkar eləyirəm. Ki, yəni çaşmamaq üçün də bildiniz. Bax belə yazdım. Daha sonra A and B'ni yazaram burada. A and B. Sonra da bu ifadə ilə bu ifadənin oru. Bax, bu qədər. Bitdi, getdi. B implikasiya C-nin inkarı. İndi bunu da axıra kimi tamamlayım cədvəli. Bax, başa düşdünüz necə qurdum? Sualınız olsa mütləq soruşun. Bax belə. 5 doğru, 3 yalan aldınız. Baxaq, maraqlıdır. 5, 3 yalan. Hə. Bir tərsini almısınız. 2 dənə cavab var. Biri 3 doğru, 5 yalandır. Biri 5 doğru, 3 yalandır. İndi görək. Deməli 8 dənə varsa, 8-in yarısı qədər. Cədvəlin içini biraz başqa rənglə eləyir. Gözüm ağrıdı qırmızıdan. 4 dənə 1, 4 dənə 0. 4-ün yarısı 2. 2 dənə 1, 2 0. 2 dənə 1, 2 0. Bu hissə də 1 0, 1 0, 1 0, 1 0. B implikasiya C. İndi baxırıq ha. B ilə C-ni implikasiya eləyirəm. Bu deməli hansı halda yalnız bizə 0 verirdi? O halını tapaq, qalanına isə 0 yazaq. 1 0. Başqa bir 0 varmı? Bir də burada var. O qalanlarla hamısına 1 yazarım. Aha, indi bu yazdığımı inkar eləyəcəm. Baba 1-dirsə burada 0, 0-dırsa 1, 1-dirsə 0, 0, 0, 1, 0, 0. A, B. İndi A ilə B-nin əndi hər iki halda 1 olanda baxıram ki, birinci sətirdə ikisi də 1-dir, ikincide də 1-dir. Burada 1 0-dır, 0 alaram, 0 alaram.
Sıfırı alaram. Sıfır, sıfır, sıfır. O nə qədər yalan oldu. Aha. İndi mən bundan, baba bundan, yəni A, B, A and B ilə or eləməliyəm hanə ilə? Baba bu ifadə ilə. Yəni biraz əvvəl demək istədiyim tam olaraq buydu ki, qaydanı, ardıcıllığı düzgün yazın. Aha. Burayla, bu hissə ilə, bu sütunla or eləyəcəksiniz buranı. Buradan bura gedəcəksiniz. Aha. Bu da bizə hansı halda deməli dizyunksiyadır, düzdürmü? Sıfırların hər ikisi sıfır olanlara sıfır yazaq. Qalanlarına bir yazaq. Deməli, beləliklə gördük ki, bizim 1, 2, 3 dənə yalan, 5 dənə doğrumuz var. Səhvinizi başa düşdünüz? Ümumilikdə də 8, 1, 8, 0 var. Ümumilikdə 8 dənə 3 1. doğru. Hə? Doğru mu? 3 doğru, 5 yalan. Hə, 3 doğru, 5 yalan. Hə, 3 doğru, 3, 1, 5 dənə 0, 5 dənə yalan. Hə, mütləq qeyd eləmək lazımdır. Bu da oldu doğruluq cədvəlinin qurulması. Aha. Bax, bir də məntiqi əməllərdə var, məntiqi qapılar. Bax, bu da əsasdır. 2025-də MİQ imtahanında məntiqi qapıların tapmışdılar ən çətin halı nə idisə, o variantda da qoymuşdular sualı. Hədsiz çətin idi. Qapıları başa düşmək rahatdır. Qapılardan ifadəni yazmaq rahatdır. İfadədən doğru yalanları tapmaq müşkül məsələ. Çətindir, amma ona görə deyirəm ki, mütləq hər dediyimi diqqətlə qulaq asın. İndi getdik məntiqi qapılara. Hər dediyimiz məntiqi əməliyyatlar var idi, hansı ki, and, or, bir də inkar. Yalnız bu üç dənəsinin siz məntiqi qapısını çəkə bilirsiniz. Ekvivalensiya ilə inversiyanın, implikasiyanın qapısını, yəni vizual şəkildə yoxdur. Biz deməli çəkəcəyik endin, orun, bir də inversiyanı. İnversiyanı. Aha. Baxın, belə bir işarə görsəz, necə işarə? Belə bir işarə gördünüz. İşarə deyərkən şəkil gördünüz daha doğrusu. Bu, aha. Bura verirlər bir başqa ifadə, bura verirlər bir başqa. Bax, bilin ki, bu əndin işarəsidir. Bax, bu şəkil əndin işarəsidir. Unutmuruq. Belə gəlir, bu hissəsi yumru, oval olur. Aha. Yəni, siz bu qapıdan çıxsaz, A ilə B girdi bu qapıya, A ilə B-nin çıxışı olacaq. A, konjunksiya B. Bu oldu ənd. İndi orun şəklini çəkək. Orun şəkli belədir. Orun şəkli üçküncə oxşuyur. Üçküncə. Bax, bu formadadır. Belə, belə. Bu formada olur. Bəzi şəkillərdə belə də yazırlar. Belə. Eyni şeydir. Əsas odur, burasına baxın ki, burası oval olsun. Bu da oldu bizdə orun şəkli. Tutalım ki, bura iki dənə fərqli dəyişən girdi. Biri x, biri y. Bunlar bu deməkdir ki, x, y-in disjunksiyası. İnversiyanın işarəsi də buna çox bənzəyir. İndi onu yazıram. Bu sadə üçküncdür. Sadəcə burasında yumrusu olur. Yəni dedi ki, inkarda bir dənə ifadə də bəsdir ki, olsun. A, deməli, A bu qapıdan girdisə nə olar? Olar A inkar. Bax bu qədər. Bu da oldu məntiqi qapılar. İndi gəlin buna uyğun, bu dediklərimə uyğun
Ə, bu hissənin bir dənə ya telefonla şəklini çəkin, ya bir şeylə. İndi sual verəcəm sizə. Çıxardıram. Hə. Məsələn, belə bir şəklimiz var. Mən çəkdikcə siz də çəkin. Diğeri yok ama ben şimdi bir iki saat çıkardım. Bir dəqiqə. Ha, yəni silməyin ha. Sadəcə mən sərgəli olsun deyə yazıram. Düzdür çəkdim. Digitizerdə düzgün qeyd edə bilmirəm bəzən. Ən yaxşısı budur. Aha, Ha, bildim. əla. Və bunu biraz belə eləyək. Belə, belə. Oldu belə. Bir dənə. Burada uzun var. Hə, oxlarını çəkirəm. Və ən axırda da olsun bizdə nə? Aha. İndi siz mənə deyin görüm. Bu ifadəni mənə yazın. Yəni bu elektron sxemi vermişəm. Bunun ifadəsini yazın. İşarəni telefonda qeyd edə bilmirsinizsə və ya kompüterdə and or-la da qeyd edə bilərsiniz. Emin, emin. Maşallah. Gözləyirəm. Yaxşı, yazaq. Demək, A buradan daxil olduğu ən birinci qapı budur. A buradan daxil olanda olur A inkar. B burada hələ də B-dir. Bu iki dənə qapıdır. İki dənə qapıdan A inkarla B girəndə bu bilirəm ki, nəyin işarəsidir? Əndin işarəsidir. Demək, yazaram A inkar and B. Aha, yazdım bunu. Sonra bunlar bura gələndə yenə də həmin haldadır. C burada elə olduğu kimidir. Bu ifadə ilə C bu qapıdan girəndə bu da bizə nəticə olaraq verəcək
A inkarla B. Bu zaten yəni mötərizəyə almıram ona görə ki, bu da olacaq ki, onsuz da mötərizəyə alsam da, almasam da mən bunu yerinə yetirəcəm. Ona görə mötərizəyə almağımın bir mənası, bir əhəmiyyəti yoxdur. Demək, nəticə olaraq oldu. A inkar and bəli, düz yazmısınız. And B or C. Vsyo, bax bu qədər. Bu da oldu bizdə məntiqi qapılar. İndi gəlin bundan bir dənəsini də eləyək. Çünki məntiqi qapılar biraz ə, vacibdir. Ona görə bunu bilmək, yaxşı bilmək lazımdır. Bir dənəsini də eləyək, sonra keçək ifadələrin sadələşdirməsinə. Hmm, məsələn, məsələn, bax indi də belə bir şey qururam. Burada yenə şəklimi yaradım. Buradan x, buradan y daxil olur. Yox, daxil olmasın. Dəf eləyir. Hı -hı. Aha, buranı belə yazaq. Sonra belə eləyək. Bura getsin. Bir dənə də başqa dəyişən verirəm. Belə. Bitdi. İndi bunun da ifadəsini yazın. Bunun ifadəsi necə olar? Baxın.
and Y inşaat stajyer. Aha. Deməli bunu yazsaq, demək x gələcək bax birinci x hara gəlir? Bax bura gəlir. Yəni burada hələ ki x-dir. Y gəlir bu qapıya, olur nə? Y inkar. Təbii ki, bu qapıdan çıxışı da olur Y inkar. Demək buradan bu hissə bizə nə verər? X and baba bura verər bizi. X and Y bu A hərfinə oxşadı. X and Y inkar. Bu hissi verdi mənə oranı. İndi mən bunun bura gəlməsi üçün or qapısıdır da mütləq ikinci ifadə lazımdır. Ona görə keçirəm aşağı. Görün burada nə baş verir. Burada x gəlir bura. Baba olur nə? X inkar. Bu qapıdan çıxışın yazdım. X inkar. Z isə bu qapıdan hələ ki heç bir qapıdan keçmədiyi üçün sadə olaraq qalır Z. Bu da əndin işarəsi olduğuna görə olacaq. X inkar and Z. İndi bunları mən or eləyəcəm. Yəni disjunksiya eləyəcəm. Bunu olduğu kimi yazıram təbii ki. X and Y inkar düz or or X inkar and Z. Mörtəziyə də ala bilərik. Bax, bunun da çıxışı oldu. Tam olaraq bu formada düz yazmışsınız Xeyrənsə xanım. Bu da oldu bizdə məntiqi qapılar. İndi qaldı bizdə nə? Qaldı bizdə Eyler-Venn diaqramı. Eyler-Venn diaqramı qaldı. Əslində başqa məqamlar da var. Ondakı dərsdə deyərəm sizə. Hə. Bax, Eyler-Venn diaqramının qurulması qaydası bizdə necədir? Tutalım ki, hər hansısa bir ifadə verilibdir. Eyler-Venn diaqramının qurulmazlığını istəyirsə, ən birinci onun doğruluq cədvəlini qurmalıyıq. Doğruluq cədvəlini qurandan sonra harda bir qiyməti alırsa, onları ştrix eləyirik. Harda bir qiyməti almırsa, oranı boş saxlayırıq. Yəni, Eyler-Vennin Müəllimə, mən yazmışdım. İnternetten çıxdı, bir də girdi, silindi yazdım. Mən də düzəldi. kullanmışdım. Əsas bir dənə baxın görün Xeyrəsə xanımdan yazdığınızla eynidirsə demək düzdür. Bəli, düzdür. Mən də Hə, baxdım. Sadəcə mən yazdım, internetten çıxdı, bir də təzədən qoşulu yazdıqlarım avtomatik silindi. Yəni. tamam. Zərər deyil, yaxşı. Gəlin indi bu ifadəni də quraq. Bu ifadəni yazıram. Bunun Eyler-Venn diaqramını qurmağa çalışaq. A, B. Olar. Məncə olar, problem deyil. Mhm. Hə. Baxın. Dedik ki, Eyler-Venn diaqramında ştrixlənmiş hissələri tapmaq üçün ən birinci halda biz 1 və 0-ları, yəni cədvəlini qurmalıyıq. 2 dənə fərqli dəyişən olduğuna görə A və B, deməli 4 sətirlik bizim bir cədvəlimiz olacaq. Gəlin çəkək. 4 sətirdən ibarət bir cədvəl. Əslində bunu biraz uzun çəkməliyəm. Birinci dəyişənlərimi yazım, sonra ona uyğun qurum. Və dəyişənlərim A-dır, B-dir. Aha. İnkar olduğuna görə ən birinci inkarı yerinə yetirməliyəm. A, B. Bax bunu yazdım. Sonra da bunu inkar eləyəcəm. Yəni birbaşa yazmıram da özümü çaşdırmıram. Səhv eləməyə qoymayın özünüzü. A, B. Bunun inkarını sonra tapacaqsınız. Daha sonra burada nə görürük? Konjunksiya görürük. Siz də mən yazdıqca Aygül xanım, Xeyrinsə xanım siz də yazın orada. Yazıram. Hə, Yazıram mən də müəllimə. hə, yazın sizdə.
Ən axırda da bu ifadə. Demək. Deməli, iki dənə dəyişən var. 2, 1, 2, 0, 1, 0, 1, 0. A implikasiya B. Deməli, bura 1 verəcək, bir də bura 1 verəcək. Bunlar 0, 0, 0, 1, 1, 0. A konjunksiya B. Aha, bu ikisinə baxıram. Yalnız ikisi də 1 olmalıdır. Yəni, bura 1, 0, 0. Bu ifadə ilə bu ifadəni disjunksiya eləməliyəm. Aha, deməli, yalnız 0 halı mənə 0 verər, qalan halları 1 verər. İndi keçək Euler-Venn diaqramını qurmağa. Euler-Venn diaqramını quranda, baxın, ümumiyyətlə bunun məntiqi nədir? Deyilmi? İkisini qurdum, qəşəng. Və yazdım. Düz. Bax, bu bizdə olur A. Bax, bu bizdə olur B. Yəni, bu A-nın dairəsidir, bu B-nin dairəsidir. Mən bunları bu formada yazmaqda məqsədim odur ki, hər ikisinin, yəni ortaq nöqtəsi də ola bilər. Bura bunların ortaq nöqtəsidir. Ortaq nöqtəsi olmaya bilər. Və yaxud da heç birinin olmadığı hal ola bilər. Heç birinin olmadığı halda biz yazırıq dairənin xaricində. Burada artıq nə A var, nə də B var. Yəni, hər ikisinin 0, 0 olduğu hallardır. İndi mən o rəqəmləri yazıram. Dedik ki, çöl hissəsi nədir? Yəni, burada nə A var, nə B var. Yəni, bura olur 0, 0. A-nın öz olduğu dairəsi A-nın doğru olduğu dairə deməkdir. Yəni 1, burada A var. Amma nə yoxdur? B yoxdur. Ona görə bu hissə olacaq 1, 0. Burada A yoxdur, B var. Yəni olacaq 0, A yoxdur, B var. Bura olacaq 0, 1. Bu hissədə həm A var, həm B var. A da var, B də var. Bax, nömrələməni bu məntiqlə biz eləyirik. İndi ştrixləmə hissəsi necədir? Onu da izah eləyirəm. Ştrixləmə hissəsində hansılar ki birdir, yəni görürsüz, haralar birdir? Bura, bura, bir də bura. Yəni A-nın 1, B-nin 1 olduğu hissə. Baba, bu hissədə siz ştrixləyəcəksiniz. Bax, səlqəli yazıram. Sonra A-nın 1, B-nin 0 olduğu hissə. Bax, bu hissədir. Burada ştrixlənir. Aha. Daha sonra A-nın 0, B-nin 1 olduğu hal. Deməli, biz götürdük, bütün dairəni elədik. Olsun. Mən bunu axı şəkil istəmirdim. A-nın 0, B-nin 1 olduğu hissə. Bu da oldu Euler-Venn diaqramının
qurulma qaydası. Əgər mən bunu qələmlə, yəni bizdə testlərdə düşəcək, məsələn, bura bir hissədir. Testlərdə düşəcək, məsələn, buranı 1 nömrələyəcək, buranı 2, buranı 3, çöl tərəfi 3, 4 hissələyəcək. Deyəcək, diaqramın hansı hissələri ştrixlənmiş olar. Siz də cavab olaraq deyəcəksiniz 1, 2 və 3 hissəsi. Bu qədər. Bu qədərdir. Baxın, bu da oldu riyazi məntiq. Riyazi məntiqdən bizdə qaldı nələr? Sadələşdirmə qaldı. İfadənin sadələşdirilməsi. Bir də qaldı nə? Hmm, Bizdə bir dənə də məqam qaldı. Baxım görüm hansı məqam idi. Hə, məntiq cəbrinin qanunları. Gəlin, mən sizə məntiq cəbrinin qanunlarını deyim. Onu deyəndən sonra sadələşdirməni də rahat öyrənəcəyik. Demək nədir burada məsələ? Bax, bunu da bilmək şərtdir. İstəyirsiniz əzbərləyin. Mən sizə əzbər yolunu deməyəcəm də təbii ki. Əslində bunu əzbərləyirlər, amma rahat formada izah eləyəcəm. Bilin. Bax, məntiq cəbrində qanunlar həm və üçündür, həm də və ya üçündür. Birinci qanunumuzun adı olur yer dəyişmə. Yer dəyişmə qanunu. Bu qanunda nədir? Məsələn, danışırıq or üçün. Biz dedik ki, or riyaziyyatla işarə eləsək üstəgəl olar. Düzdür? Əndi də riyaziyyatla işarə eləsək vurma işarəsi olar. Nöqtə ilə yazıram mən. Burada da nöqtə ilə siz də yazın. İndi siz yer dəyişmədə tutalım ki, iki dənə fərqli ifadəniz var. Biri x-dir, biri y-dir. Yəni x or y və yaxud belə yazmayacağam. X üstəgəl yazacağam. X üstəgəl y riyaziyyatda necədir? Toplamların yerini dəyişəndə cəm dəyişmir. Yəni bu sizə həmişə verəcək y üstəgəl x. Bunun əndi necə olur? Yəni x vurulsun y, y vurulsun x. Bax, bu yerdəyişmə qanununu yadda saxlamaq rahatdır. Bu oldu bizim birinci qanunumuz. Aha, birinci qanun. Keçək ikinci qanun. İkinci olacaq qruplaşdırma. Qruplaşdırma. Qruplaşdırmada nədir? Məsələn, ilk belə olacaq. Siz belə ifadə görərsiniz. X üstəgəl, y üstəgəl z. Bunu siz açanda da belə açarsınız. X üstəgəl y, x üstəgəl y, üstəgəl z. Yəni birinci ilə ikinci ifadəni mörtəziyə alırsınız, üçüncünü toplayırsınız. Vurması necə olacaq? Eyni ifadəni vurma tərzi ilə yazacağım. X vurulsun, y vur z bərabərdir. Eyni qaydada. X vur, y mörtəziyə alırsınız. Vur, z yazırsınız. Bu oldu qruplaşdırma. Hələ ki, rahat gedir. Bəzi məqamlarda artıq biraz çaşdıracaq, orada əzbər devrəyə girir. Paylama qanunu var. Paylama. Paylama qanununda isə belədir. X vurulsun, y üstəgəl z-dirsə, riyaziyyatda mörtərizə necə vurub açırdıq? X vur, y üstəgəl, x vur, z. Paylama qanunu da tam olaraq eynidir. Bunun biz yazsaq əndinə x üstəgəl, y vur, z olar. Açılışı bunun belədir. X üstəgəl y vurulsun, x vurulsun, x üstəgəlinsin z. X üstəgəlinsin z. Bu da oldu paylama. Dördüncü gələcək De Morgan qanunu. Demək olar elə ən çox qarşınıza çıxacaq qanunlardan biri. De Morgan.
Demək olar ki, elə ən əzbər bilməli olduğunuz, ən çox bilməli olduğunuz budur. X üstə gəlinsin, Y. Bu ikisinin bir yerdə inkarı. Siz əgər bunu açmaq istəyirsinizsə, bu ifadənin açılışı X inkar üstə gəlir axı. Açanda olur ayrı-ayrılıqda inkarları vurulsun. Bunun vurması da belədir. Yəni x vurulsun y ikisinin bir yerdə inkarını açanda olacaq. X inkar bu vuruydu olur üstəgəl. Y inkarda olduğu kimi qalır və belə. Ən əsas bilməli olduğumuz qanunlardan biridir. De Morgan. İndi də gəlirik eyni gücü. Eyni güc. Eyni gücdə o deməkdir ki, bu əslində udmaya oxşuyur, amma deyil. Udma da bunun kimidir. Bax, belədir. X-la, yəni iki dənə eyni ifadəni toplayanda cavab sizə ifadənin özünü verəcək. Bunların məntiqini də izah eləyəcəm indi. İki dənə ifadəni bir-birinə vuranda nəticə yenə sizə verəcək X. Altıncıda gəlir udma. Udma nədir? Az qalıb. X üstəgəl udma. X üstəgəl X vur Y. Bu sizə, yəni belə bir ifadə görsəz, məsələn, X-in yerində A görə bilərsiniz. A üstəgəl B vur Y. Bu formada görsəz, nəticə bilin ki, sizə yox, A vurulsun B. A üstəgəl A vur B. Bu formada görəndə bilin ki, nəticə sizə hər zaman A-nı qaytaracaq. Yəni, udma ilə getsək, nəticə sizə həmişə X-i qaytaracaq. Udmanın əndi də bu formada işləyir. Yəni, X vurulsun Y üstəgəl, yox, X üstəgəl Y, X üstəgəl Y. Sizə həmişə qaytarar X-i. Bax, görürsünüz, udma qanunu ilə sizə deyim, hansı yazılış tərzində də, yazılış tərzində qruplaşdırma ilə paylama bir-birinə bənzəyir. Bir-birinə bənzəyir. Amma qruplaşdırma ilə paylamada 3 dənə fərqli dəyişən var. Udmada 2 dənə fərqli dəyişən var. 7-də bu olacaq bizdə, udmanı dedik, yapışdırma. Yapışdırmada bu formadadır. X vurulsun Y üstəgəl X inkar. Bax, sadələşdirmə ifadələr üçün bunlar, bu qanunlar vacibdir. X vurulsun Y. Yəni, A vurulsun B, üstəgəl A inkar vur B, sizə həmişə qaytaracaq B. Yəni, həmişə qaytaracaq Y. Bunun vurması da elədir. X üstəgəl Y vurulsun X inkar üstəgəl Y bərabər olacaq. Hər zaman nə qaytarar? Y-i. Demək olar, görürsünüz ki, udma ilə, yəni orla ənd bir-birinə bənzəyir. Sadəcə olaraq birində üstə gəldi, birində vurdu. Və gəlir bizdə digər hissələr. Onların mən sizə məntiqindən izah eləyəcəm. Amma qanunlarda var deyə yenə də formal olaraq mən deyim sizə. Tamamlayıcı var. Tamamlayıcı nədir? Yəni siz x-in üstünə x inkar gələndə bu sizə həmişə qaytaracaq 1. Amma x-i x inkara vursaz, nəticə sizə hər zaman qaytaracaq 0. Sualların üstündə göstərəcəm indi bunları. 9-cu gəlir təsirsiz element. Bax, tamam, 8-dən sonranın hamısını indi deyəcəm. Yəni, bunları əzbərləməyə lazım deyil. Nə vaxt 1 verir, nə vaxt 0 verir.
Gəlin elə onlar üstündə təsirsizliyi iki, bir dənə demədiyim qaldı. Təsirsiz element yox edici. Onları indi mən sizə məntiqini göstərəcəm. Tamamlayıcını da əslində məntiqini deyəcəm. Bir dənəsi də qalır iki qat inkar. İki qat inkar. Bax belə bir ifadə görsəz, üstündə iki dənə inkar var. Bu sizə həmişə ifadənin özünü qaytaracaq. Yəni, məsələn, A inkar görsəz, bu sizə həmişə A qaytaracaq. Ə, Bu da oldu iki qat inkar. Bax belə. İndi gəlin bunları biz sual üstündə işləyək, sadələşdirək. Bunu silmirəm. Bu hissəni saxlayıram. Amma bu hissəni silirəm. Bunlara baxıb eləyərik bəzilərini. Aha. Tutalım ki, baxın, ə, belə bir şey gördük. Dedik ki, x-in üstünə x inkar gələndə bizə 1 verir. X-in üstünə x gələndə x verir. X-in üstünə x inkar gələndə 1 verir. Bax, bunların mən sizə işləmə prinsipini deyəcəm. Yəni, hansı formada işləyir? Dedik ki, x üstəgəl x inkar bərabərdir 1-ə. Amma niyə? Baxın, tutalım ki, bax sizdə bir dənə dəyişəndir də, düzdür? Sizin yəni x-ınız ya bir dənə 1 olar, ya bir dənə 0 olar. Bax bu x-in inkarı, bax burada x-dir. Bunun inkarı təbii ki nə olacaq? Ya 0 olar, 0, 1 olar. İndi siz bilirsiniz ki, 1 üstəgəl 0, yəni 1 or 0 da, bunu deyirəm. Sizə həmişə nə qaytarır? 1 qaytarır. 0 or 1 sizə həmişə nə qaytarır? Bu da sizə 1 qaytarır. Ona görə bu ifadə x üstəgəl x inkarın nəticəsi həmişə 1 olur. Amma x vurulsun, x inkarın nəticəsi 0 olur. Niyə? Gəlin onu da isbat eləyək. X vur, x inkar bərabərdir 0. Sizin bir dənə dəyişəniniz var. Yəni bu ya bir dənə 1 ola bilər, ya da 0 ola bilər. Yəni 1-in sonra inkar eləyiblər, vurublar. 0 ola bilər, 1-in inkarı 0, 0-ın inkarı 1. Biz bilirik ki, 1 and 0 bizə nə verəcək? 0. 0 and 1 bizə nə verəcək? 0. İstənilən halda hər zaman bunun nəticəsi 0 olduğuna görə x vur x inkarın nəticəsi bizdə alınacaq 0. Hə, bəs nə zaman x olur? İndi gəlin bu halına da baxaq. Bax, x vur x bərabərdir x-a. Niyə? İndi gəlin bunu da tapaq. Bax, bizim x-imiz dedik 1 ola bilər, bir də 0 ola bilər. Yəni bu mən x-a bir dəfə 1 vermişəmsə, deməli x burada da 1-dir. X-a 0 vermişəmsə, demək burada da 0-dır. 1-i 1-ə vuranda 1 and 1 bizə nə qaytarır? 1. 0 and 0 bizə nə qaytarır? 0. Baxın, əgər sizin görürsünüz ki, cavabınız həmişə ya 1 ya da 0 deyil. Bir dəfə 1 oldu, bir dəfə 0 oldu. Belə olan halda bilin ki, yəni fərqli-fərqli cavablar 1-0 alırsınızsa, mütləqdir ki, həmin dəyişənin özünə bərabər olur. Məsələn, 1 üstəgəl A inkara baxaq. 1 üstəgəl A inkar. Siz A-ya nə verə bilərsiniz? Ya 1 verə bilərsiniz, ya da 0 verə bilərsiniz. 1-in üstünə 1 gələndə sizə nə verir? 1 verir. 1-in üstünə 0 gələndə, yəni 1 and 1 or 0 sizə nə verir?
1 olur, 0 1 verir. Bu həmişə nə aldı? Həmişə 1 aldığına görə cavab da elə həmişə 1 olacaq. İndi gəlin görək. A vurulsun 1 nə eləyir? A vur 1. A nə ola bilər? 0 ola bilər ya da 1 ola bilər. Düzdür? 0 vurulsun, bu 1-ə. 0 vurulsun 1 mənə nə qaytarar? 0, yəni 0 ənt 1. 1 ənt 1 mənə nə qaytarar? 1. Görürəm ki, mənim bu ifadəm bir dəfə 0 aldı. Bu bir dəfə 1 aldı. Ona görə cavabım olacaq elə həmin dəyişənin özü. Yəni A dəyişəni. İndi görək inkar nə vaxt ala bilər. Tutalım ki, belə bir şeydir. Elə mən A inkarlarını göstərim sizə. Belə bir şey var. A inkar. Bu burada yazmamışam qanunların içində. Görün bu dediyim yoxdur. A inkarın üstünə A inkar gələndə görək cavab bizə nə verər? Bax, siz A'ya dedik ki, 1 verə bilərik, 0 verə bilərik. Yəni buna siz 1, 0 versəz belə, yəni məsələn, A'ya bir dəfə 1, A'ya bir dəfə 0 versəz. Hə. Ə, burada gəlib olacaq 0. Əslində fərqi yoxdur. Prosta göstərirəm də verdim. Bir dəfə gəlib olacaq 1. Təbii ki, burada da 0, 1. Düzdür? 0 or 0. Bu özümdən yazmıram, bu işarələr burada var. 0 or 0. Bilirəm ki, 0 verir. 1 or 1 nə verir? 1 verir. Aha, deməli bir dəfə 0 aldı, bir dəfə 1 aldı. Dəyişənim nə idi? A inkar. Deməli cavabım da elə dəyişənimin özü eləyər. Yəni A inkar eləyər. İndi istəyərəm ki, bax belə bir fərqli-fərqli göndərirəm sizə. Hansılar ki, bax 1 üstəgəl A inkar bərabərdir nəyə? Bunları özünüz yazarsınız. Sonra A vur 1 cavabı A üstəgəl 0 dərsin rekordunu izləyəndən sonra cavabları göstərərsiniz və yaxud da dərsdə soruşacağım. Hı. Yəni məntiqini başa düşəndən sonra həmişə cavablarını düzgün yazarsınız. Yadda saxlayın həmişə. 1 üstəgəl 1 sizə həmişə 1 qaytarar. Bunu yazmışam. Ankör üstəgəl A yazmışam. Hə, onu da yazmışam. Vəsə. Bunların cavabını hansı ki sual qoymuşam, dərsin rekordunu da izləyənlər mütləq formada sırayla. Bu 1, yəni yazar 1 cavab nə, 2 cavab nə, 3 nə, bu 4, bu 5, uje donur. Bu 6, 7 dənə cəmi sual qoydum. Görün məntiqini başa düşmüsünüzmü? İnternetdən zaten kömək almayan elə bu izahı başa düşün. Aha, bu da oldu nə? Qanunlar və cavabda 1-0 olanlar. 1-0 olanlar. Bircə dənə də sadələşməyə aid mən burada nümunə yazacağım. Sadələşməyə aid.
Tutalım ki, belə bir ifadə verirəm indi mən sizə. Ə, Heç istəmirəm bunları silim. Eyb yox. İndi silirəm. Yanım bundan silim. Riyazi məntiqə aid bütün lazım olan hər şeyi dedim. Qaldı riyazi məntiqdə çətin olan bəzi müzakirələr. Onları da həftənin birinci günü dərsimiz. Həftənin birinci günü suallar üstündə işləyəcəyik. Biraz gəlir suallar üstündə işləyəcəyik. Onları da baxarsınız. Və yaxud da videosunu göndərəcəm. Fikirləşəcəm nə edirik. Tutalım ki, belə bir ifadəmiz var. A vur B, A vur B, üstə gəl. Mən buradan çıxım, tezdən girim, qələm donur. A vur B'nin inşaatı, üstə gəl. Aha. Bərabərdir nəyə, kimə? İndi bunun cavabını gözləyirəm. Bir dənə yazın. Yazın, mən də bunu qələmimi çıxardım burada. Baxaq. A üstə gəl, B inkar. Görək. Aha. Deməli, ən birinci nə edəcəyik? Təbii ki, yazdıq bu formada. Bax, belə yazanda görək. Aha. Deməli, biz qanunların içərisində öyrənmişdik. Bunu gəlin açaq. Çünki bunu açmaq bizim işimizə yarayacaq. Niyə? Baba, bu hardadır? A vurulsun B inkar. Bax, budur da, düzdürmü?
Bu budur. Yəni mən bunu açanda B bu formada olar. Bu A vur B-ni olduğu kimi saxlayıram. Üstəgəl A inkar, üstəgəl B inkar. Bunu açdım, elədim bu formada. Üstəgəl nəyə? İki qat inkar var burada, düzdürmü? İki qat inkar bizə nə verər? Bizə, bax burada öyrənmişdik. Baba, həm burada inkar var, həm burada. Bizə qaytarar elə A-nın özünü. A-nın özünü qaytardı. Bu da olacaq inkarın altından çıxır deyə vurulsun B inkar. Bu qədər. Daha sonra, nə edirəm? Baxaq görək nə edə bilərik. Nə edə bilərik? A vur B inkar A vur. Və biz burada A vur. Aha. Baba bununla bunu ortaq vuruq kimi çıxara bilərik. Bəli, riyaziyyatda necə eləyirdik? Yaza bilərəm A vurulsun nəyə? B üstəgəl B inkar. Bax, çıxartdım. Bunu da olduğu kimi köçürdürəm. Üstəgəl A inkar, üstəgəl B inkar. Təbii ki, biz öyrəndik ki, B üstəgəl B inkar bizə nə qaytarır? 1 qaytarır. Bax, burada da qeyd eləmişəm. Bura qaytaracaq bizə 1. A vurulsun 1. Bizə nə qaytarır? A vurulsun 1 də bizə qaytarır A-nı. A üstəgəl, indi bunu olduğu kimi köçürdürəm. A inkar üstəgəl B inkar. Mən bilirəm ki, A ilə A inkarın cəmi nə verdi bizə? 1 verdi. 1-in də üstünə B inkar gələndə mənə nə verər? 1-in üstünə B inkar gələndə. Baba yazmışam burada da. Bu da bizə verər 1. Deməli, bu uzunluqda ifadəmizin cavabı sadəcə 1 alındı. Bax, bu qədər. Bugünlük dərsimiz bu qədər oldu. Demək olar dediyim kimi riyazi məntiqə aid bütün nüansları izah elədim. Sadəcə qaldı bəzi mürəkkəb ifadələr və bəzi mürəkkəb ifadələri cədvəl qurmadan sadələşdirmək. Onları da deyəcəm. Oldu, sağ olun. Oldu, sağ olun. Sağ olun.